Əsasən atam məni İstanbul'a göndərəndə demişdi ki, mən səni İstanbul'a göndərirəm ki, orada dilimiz, tariximiz, ədəbiyyatımızı da öyrənəsən. Çünki mən gördüm, ədəbiyyatı hər kəs öyrənməlidir. Ədəbiyyat ruhun qidasıdır və bir ədəbiyyatı öyrənmək milli bir vəzifədir. Və siz cərrahlıqla tək-tək insanlara şəfa verirsiniz. Amma ədəbiyyatla bir millətə, bir topluluğa siz şuur verirsiniz, milli şuur verirsiniz. Və bu çox müqəddəs bir şeydir. Və ona görə İslam İnqilabından sonra nə zaman ki bizə icazə verdilər öz dilimizdə biz nəşriyyat apara bilərik, mən dərhal başladım nəşriyyat aparmağa, varlığı çıxarmağa, kitablar yazmağa və xalqımızın dilini, ədəbiyyatını, folklorunu silsilə məqalələrlə verməyə, xalqımızda milli şuur yaratmağa, özünü tanıtmağa, kimliyini tanıtmağa. Çünki mən gördüm ki, bu bir milli vəzifədir, müqəddəs vəzifədir.